Herkese salam dostlar. Yepyeni Dilimlik Soccer 2025 videosu ile sizlerin karşısındayım. Bugün ikinci ikon oyuncumu açacağım. Yeni özellik gelip yeni özellikte 25% şeyden adını siz deyin. DP faizi verib, yani əlavə olaraq 25% ilə verir. Burada takviyəni etkinləşdi 75%-də. Takviyelərdən 5 maçı eləmişdim əslində, amma almaq olmurdu. Yəni ona görə də almayacağım. Amma ən əsası olaraq uşaqlar ikinci ikon oyuncusunu açacağım. Həqiqətən çox əla oyuncu gözləyirəm. Petit istəmirəm. Bergkamp ya da Batist tutan istəyirəm. Ona qədər buradan bunu almayaq. Hədiyyələrimizi götürək. Nə qədər qalıb? 16 dəqiqə qalıb onsuzda. Yəni bundan əlavə bunları açaq. Bunu açdıq. Bunu götürdük. Sonra bunu götürdük. 4033. Sonra nə qaldı? Buradan haftalık bir dənə yayğın yetenek koçunu hansını açaq? Yayğın açaq, nadir açaq deyirəm mən. Bəlkə şey çıxdı. Ya da bunu açıram, geçsin. Sezai bu elə bildim şeydir. 55 qızıl da pis değilmiş. Neyse. Vazgeç tabii ki. Neyim bunu? 37 qaldı. Buradan bunu götürdük. 10 elmas da buradan aldıq. İnşallah uşaqlar bunu 10.000 elması desəm gördüğünüz bunu promosyonlar gəlib. Promosyonlarda da altda olar bizim pulla nə qədər eləyər ki, bir dəqiqə baxın o biz telefondan. Bizim pulla valyuta hardasan valyuta. Bunlarda valyuta olmalıydı. Valyuta. Gözlə baxıram uşaqlar bir dəqiqə. Valyuta var idi. Valyuta tapdım. 6 dollar. Bir ki bizim puldan 10 manat 20 qəpik. 10 manat 20 qəpiyə təsəvvür eləyin. Hardadır o? 10 manat 20 qəpiyə sizə qəşəng 7000 qızıl və plus 450 elmas verir. Sərcan abi oyuncu PK bunu almışdı, amma mən özüm yığdığına görə istəmirəm. Almayacağım. Gələk indi ən əsas, ən gözəl yerinə. Açaq görək kim gəlir. Ya Allah, bismillah. Uşaqlar, təbii ki təxminlərinizi sayırsınız, təxminlərinizi deyirsiniz. Ondan geriyə sayırıq və ikon oyuncusunu açıram. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Ya Allah. Obo, Bergkamp. Bizim komandamızın yeni ikon oyuncusu oldu Bergkamp. Özü də nömrəsi də 31'dir. Çox qəşəng, həqiqətən əla bir transfer oldu. Vətənə, millətə xeyirli olsun uşaqlar. Yəni bir tər oldu, bizim oldu. Özü yaxşı gözləri var imiş kişinin. Şutu 85, kondisyon 92, hızlanma lazım değil. Takibə ehtiyacı yoxdur. Bununla indi biz Sukeri müqayisə eləyək dostlar. Bunu bura qoyaq. Bunu da bura qoyaq. Bunun şutunu artırmışıq deyin, Şut 92'dir. Pası 84'dür. Bergkampda bunda 77'dir. Konduksiyon 91, 92'dir. Ondan sonra artırmışıq deyilən Suker'də biraz ondan daha güclüdür. Amma Suker məncə yəni sonuç deyil. Yəni də deyirəm, mən ilk gündə demişdim. Suker mənim pisləmirəm. Yəni oyuncu niyə pisləyəsən ki? Yəni bəxt məsələsidir. Məndə Batista'da çıxa bilərdi, amma çıxmadı.
Həqiqətən əla oldu. İnşallah uşaqlar. Bunların artım dərəcəsini nə vaxt edəcəm? Gördüyünüz bu elmaslar var ha. 4043 olan. Bunu 10.000 edəndə birinci ikon oyuncularımın dərəcəsini artıracam. Ondan sonra gördüyünüz bu kulübündə hardadır stadion özelliklerinden bunların hamısını artıracam. Antrenman olsun, eğitim merkezi, oyuncu alım merkezi, ticari olsun, bunları artıracam. Konaklamada çok elmas istediğine göre buna değmeyeceğim. Neyse, Bakı Titanı transfer edə bilməsək də bir kampı transfer elədik. Həqiqətən çox əla oldu. Yəni videolarda görüşmək ümidilə. Allah'a emanet olun. Sağ olun, sağlıqla inşallah.